Devlet İmtahan Merkezi 2025. yıl coğrafyadan test toplusu 2. ise Azerbaycan Respublikasının sanayi sahələri mövzusunda 112 test var. İlk 60 testin təhlilini kanalda artıq yerləşdirmişəm. Burada 161-dən 112-ci testə qədər testlərin təhlili olacaq. Şirvan və Mingəçevir şəhərləri üçün ümumi əlamətlər. Böyük Qafqaz təbii vilayətində yerləşirlər. Bunlar hər ikisi Kür çökəkliyi vilayətindədir, Şir səbti. 2. Kür dağlıq çökəkliyi təbii vilayətində yerləşirlər, doğrudur. Bunların ümumi əlamətdir. İnzibati rayon mərkəzləri deyil. Şirvan və Mingəçevirdə inzibati rayon mərkəzi deyil. Bunlar şəhərdirlər. Düzgün pişirdi. İnzibati rayon mərkəzləri deyil. Metalurgiya mərkəzləri hesab olunur. Bunlar metalurgiya mərkəzləri deyil. Böyük elektroenergetika mərkəzləridir. Düzgündür. Mingəçevirdə həm DRES, həm su istansiyası, Şirvanda da DRES var. Ümumi əlamətdir. Düzgün pişirlər oldu. 2, 3, 5 cavab oldu Yevəndə. Azərbaycan Yanacaq Energetika Sənayesinin tərkibçələri. Kömür sənayesi bizdə YES-in tərkibçəsi deyil. Neft qaz sənayesi YES-in əsas sahələrindən biridir. Su istansiyası bizdə Yanacaq Energetika Sənayesinin əsas sahələrindən biridir. Atom istansiyası bizdə yoxdur, 4 səhvdir. 5 istihkak istansiyası bizdə Yanacaq Energetika Sənayesinin əsas tərkibçəsidir. Düzgün pişirlər oldu. 2, 3, 5-ci bəllər cavab oldu Seməndində. Azərbaycan Yanacaq Energetika Sənayesinə daxil deyil. Neft qaz sənayesi daxildir, kömür sənayesi daxil deyil, AES daxil deyil, İES daxildir. İES daxildir, su istansiyası daxildir, qabarma istansiyası daxil deyil. Daxil olmayanlar oldu. 2, 3, 6 cavab oldu Deməndində. Azərbaycan Əlvan Meteorologiya Sənayesinin daha güclü inkişaf etməsini imkan verən amillər. Xəzər sahili mövqeyinin qonşu ölkələrdən xammal gətirilməsi, asanlaşdırılması düzgün bir şey deyil. Elektrik istehsalının kifayətləri olması vacibdir. O ki, alüminium Əlvan Meteorologiya çoxlu elektrik enerjisi tələb edir. Bizdə də elektrik enerjisi kifayətləri var. Dəmir pilisi, daş kömürü, neft qaz ehtiyatlarının çox olması, bunlardan dəmir pilisindən, daş kömürdən Əlvan Meteorologiyada istifadə edilmiş fikir səhvdir. Ucuz xammal ithal imkanı olması, xammal ithal etməyə ehtiyac yoxdur. Alümnit, molibden, polimetal civə ehtiyatlarının çox olması, Əlvan Meteorologiyada alümnitdən, molibdəndən, polimetaldan civə ehtiyatlarından istifadə olunur və bunlarda zırdında var, düzgün pişirdi. Deməli, düzgün bəndlər oldu, 2 ilə 5. Cavab Yevəndi. Azərbaycanda qida sənayesinin müəssisələrinin yerləşmə prinsipləri. Qənnadı yerləşəcək, alıcıya yaxın, yəni istehlakçıya yaxın birə gələcək A. Şərabçılıq yerləşəcək, xammal mənbələrinə yaxın yerləşəcək. O cür ki, bunun xammalı tez xarab olur, elə yerindəcə bu emal olunmalıdır. O da B gələcək 2-yə. Şirin su mənbələrinə meyl edən burada sahə yoxdur. Bu cürdə 1-ə gəldi, A 2-yə gəldi, B cavab oldu D bəndində. Filiz payidar qalıntılara malik olmayan ərazilər. Zaqda Lacda var, A bəndə səhvdir. Abşeron adasında yoxdur, Zaqda Lacda var, B bəndə səhvdir. C bəndə Qarabağ Vulkan yaylasında var, cavab səhvdir. D bəndə Qusar mahalı üzərində yoxdur, Dağlı Şirvanda yoxdur, Lənkəran ovalıda yoxdur, D bəndi düzgündür. Y bəndində Naxçıvanda var. Filiz payidar qalıntıları o cürdə Y bəndə səhv, düzgün cavab D bəndi. Azərbaycanda üzvü mənşəli payidar qazıntılarının daha çox yayıldığı ərazidir. Üzvü mənşəli payidar qazıntıları əsas etibarilə neft və qaz nəzərdə tutulur. Azərbaycanda çox olanlar bunlardır. Gəncə Qazax düzündə yoxdur, Gündüz Qapçıda yoxdur, Dağlı Şirvanda yoxdur. A bəndi səhvdir, bəndə Körazovanda var, Qarabağ düzündə var, Şorlar düzündə yoxdur, səhvdir. C bəndə Abşeron adasında var, Zaqda Lacda yoxdur, Qarabağ Vulkan yaylasında yoxdur. Naxçıvan dağlarında yoxdur, Gəncə Qazax düzündə yoxdur, Lənkəran ovalında yoxdur. Y bəndi Abşeron adasında var, Körazovanda var, Samurdəvəç ovalında, Siyəcəndə var, Y bəndi düzgün cavabdır. Azərbaycan yüngül sənayesində istehsal edilən məhsullar toxuculuq və trikotaj məmulatları düzgündür. Mineral gübrə kimya sənayesinin məhsuludur, səhvdir. Yüngül sənaye məhsulu deyil. B bəndə toxuculuq məmulatları düzgündür. Soyuducu maşınqayırma sənayesinin məhsuludur, səhvdir.
Semen'de ayakkabı, düzdü, məişət kondisionerləri, maşın qarma sənayesinin məhsuldur, səhvdir. Yemen'de çağız meşə sənayesinin məhsuldur, o görə cavab səhvdir. Yemen'de mahlıc yüngül sənayede istehsal edilir. Xalça yüngül sənaye məhsullarındandır. Geyim məmulatları doğrudur. Parça istehsalı da doğrudur. Azərbaycan yüngül sənayesində istehsal olunur. Mahlıc, xalça, geyim məmulatları, parça. Cavab Y. Azərbaycanın hansı sənayesi sahələrində yerli xammaldan daha geniş istifadə edilir? Çörək pişirmədə gətirmə xammaldan, un üyütmədə gətirmə xammaldan, şəkər istehsalı yerli xammal əsaslanır. Meyvə tərəvəz konservləri istehsalı yerli xammala əsaslanır. Yağ istehsalı yerli də var, gətirilmə də var. Düzgün cavablar oldu. 3 ilə 4 cavab oldu B bəndi. Azərbaycan yüngül sənayesi üçün xammal istehsal edən kənd tərəf sahələri, taxıcılıq yüngül sənaye üçün məhsul vermir, qida sənayesi üçün məhsul verir, tərəvəzçilik yüngül sənaye məhsul vermir, baramaçılıq yüngül sənayeyə ipək xammalı verir, pambıq parça verir, qoyunçuluq yun verir. Düzgündür. Düzgün cavablar oldu 3, 4, 5 cavab oldu demənində. Azərbaycanın əslən yerli xammalla işləyən sənaye sahələri, mebel istehsalı daha çox gətirmə xammalla işləyir, meyvə tərəvəz konservi daha çox yerli xammalla işləyir, ağac emalı gətirmə xammaldır, selluloz kağız gətirmə xammaldır, ümumiyyətlə bizdə istehsalı yoxdur, şəkər istehsalı yerli xammaldır, toxuculuqda da yenə də pambıq kimi, ipək kimi, yun kimi yerli xammallardan istifadə olunur. Düzgün bəllər oldu 2, 5, 6 cavab oldu Yeməndində. Azərbaycan təbii qaz olan tələbatın üretilməsində istifadə olunan mənbələr Gürcən ilə Qaradağ, Qobustan qaz yataqlarından istifadə olunur, səmt qazlarından istifadə olunur. Qazaxıstan türkmənistandan alınan təbii qazdan istifadə edilmir, neft emalı zamanı alınan qazdan istifadə edilir. Bu qaza zavod qazı da deyilir. Düzgündür. Ukrayna və İrandan boru kəməri ilə gətirilən qaz Ukraynadan bizə, həm də İrandan bizə qaz gətirilmir. Kiçik Qafqazda hasıl olunan qaz, Kiçik Qafqazda qaz hasıl olunmur. Düzgün bəndlər oldu 1, 2, 4. Cavab oldu Yeməndə. Azərbaycan Respublikasında kimya sənayesinin əsas müəssisələrinin yerləşdiyi şəhərlər. Bakı əsas kimya şəhərlərimizdən biridir. Sumqayıt əsas kimya şəhərlərimizdən biridir. Şəki kimya şəhəri deyil. Lənkəran kimya şəhəri deyil. Gəncə əsas kimya şəhərlərimizdən biri düzgündür. Masallı əsas kimya şəhərlərimizdən deyil. Naxçıvanda həmçinin düzgün şəhərlər oldu. Bakı, Sumqayıt, Gəncə 1, 2, 5 cavab oldu B bəndində. Azərbaycan meteoroloji sənayesi üçün səciyyəvi cəhətlər. Əlvan meteoroloji inkişaf etmişdir. Azərbaycanda əlvan meteoroloji inkişaf edib, çuğun istehsal üzrə ixtisaslaşmışdır. Bizdə çuğun istehsal edilmir, o cür ki, daş kömürümüz yoxdur. 3. Əsas müəssisələri Gəncə, Sumqayıt, Bakıdadır, düzgündür. Maşınqayırma müəssisələrinin metal olan tələbatını tam ödəyir. Meteoroloji bizdə maşınqayırma sənayesinin metal olan tələbatını tam ödəyə bilmir, o cür düzgündür. Düzgün bəndlər oldu 1 ilə 3 cavab bəndi. Azərbaycan dağ regionlarının iqtisadi inkişafı üçün lazım olan tədbirlər, suvarılan sahələrin artırması, dağda suvarılan sahələri artırmaq mümkün deyil. Əmək tumlu sənaye sahələrinin inkişaf etdirilməsi, dağda əmək tumlu sahələri inkişaf etdirməklə burada inkişaf etdirmək mümkündür. Rekreasiya turizm təsərrüfatının genişlənməyə, dağda rekreasiya turizm üçün yaxşı şərait var, düzgündür. Enerji tutumlu maşınqayırma sahələrinin inkişaf etdirmək, dağda enerji tutumlu maşınqayırma sahələrinin inkişaf etdirmək düzgün bir şey deyil. Sosial infrastrukturun inkişaf etdirilməsi lazımdır. Turizmlə, həmçinin turizmdə də artıq işçi qüvvəsinin il şəhərlərə göndərmək mənasız cavabdır. Düzgün bəndlər oldu 2, 3, 5 cavab oldu Sevəndə. Yevlax və Çəlyan şəhərlərində birləşdirilən ümumi əlamətlər çay nəqliyyatına istifadə imkanı hər ikisində var. Ölkənin əsas nəqliyyat qovşaları olması lazım. Bu Yevlax aiddir, Çəlyana aid deyil. Kür çay sahilində yerləşməsi hər iki Kür çay sahilindədir. İri kimya sənayesi mərkəzləri olması, Çəlyanda kimya müəssisəsi var, Yevlaxda yoxdur. Qədim şəhərlər olmaları, qədim şəhərlərimizdən deyirlər bunlar. Yarımçərə qurçöyünə malik olmaları, hər ikisində yarımçərə qurçöyünə hakimdir, düzgündür. Düzgün bəndlər oldu 1, 3, 6 cavab bəndi. Müvafiq olaraq Respublikamızın qərbində və şərqində yerləşən sənaye qovşalarını müəyyən edin. Qərbdə yerləşib
Şəmkir Tobuz yox, səhvdir. Şirvansalyan şərqdədir. Gəncə Daşkəsən qərbdədir. Qarabağ, Qobustan, Birəsənə qovşağımız yoxdur. O görə də Yeməndə Qazax Ağustava səhvdir. Yeməndə Gəncə Daşkəsən qərbdədir. Bakı Sumqayıt şərqdədir. Düzgün cavab Yeməndə. Azərbaycan rekreasiya və turizm inkişafı üçün əlverişli şəraitin olduğu ərazilər. Qova Xaçmazda belə əlverişli şərait var. Ceyran çöldə yoxdur, Abşeron adasında var. Arazboy cənglərdə yoxdur. Şərq Zaqatalada istirahət turizmi üçün yaxşı şəraiti var. Şirvan üzərində yoxdur. Düzgün bəndlər oldu. 1, 3, 5 cavab Yeməndə. Azərbaycan rekreasiya və turizm inkişafı imkanları məhdud olan ərazilər. Kürdü Şirvanda imkan məhduddur. Şərq Zaqatalada yaxşı şərait var. Arazboy cənglərdə imkan məhduddur. Ceyran çöldə imkan məhduddur. Lənkərovanda imkan genişdir. Quba Xaçmazda imkan, dağlıq ərazidə orada da imkan var. Yaxşı imkan var. Düzgün bəndər orada imkan yoxdur, məhduddur. Kürdü Şirvan, Arazboyu, Ceyran çöl cavab oldu. 1, 3, 4. Sumqayıtda boru parkası zavodunun yerləşdirilməsinin əsas səbəbləri yanacaq və neft maşınqayırma sahəsinin tələbatı. Boru parkası zavodunun yerləşdirilməsinin əsas səbəblərindəndir. Cavab A-bəndi. Azərbaycanda neft hasilatının artırılması hansı sahələrin birbaşa inkişafına səbəb ola bilər? Neft kimya sənayesi, yanacaq energetika sənayesinin birbaşa inkişafına səbəb ola bilər. A-bəndi düzgün cavabdır. Azərbaycanda qaz hasilatının artırılması hansı sahələrin birbaşa inkişafına səbəb ola bilər? Qaz hasilatının artırılması, üzvü sintez, kimyası düzdür, meşə səhvdir, kimya düzdür, yanacaq energetika düzgündür, B-bənd düzgün cavabdır. Aşağıdakı əlamətlərə uyğun gələn şəhər və inzibat rayonları müəyyən elektron energetika sənayesi inşa etmişdir. Yarımçərə Qulçölünə malik ərazilərdir, Kür boyunda yerləşirlər. Gəncə, Qazax, Gədəbəy səhvdir. Qazaxda səhvdir. Mingəçevir, Yevlax, Şirvan. Bunların üçündə də elektron energetika müəssisəsi var. Üçündə də. Bunlarda üçündə də yarımçərə Qulçölündə, üçü də Kür boyunda yerləşir. Mingəçevir, Yevlax, Şirvan cavab düzgün, cavab B. Elektrotexnika sənayesi, ipək parça istehsalı, dağ mədən sənayesi sahələrinin inkişaf etdiyi müvafiq şəhərlər. Elektrotexnika sənayesi Bakıda inkişaf edib, ipək parça istehsalı Şəkidə inkişaf edib, dağ mədən sənayesi də Daşkəsəndə inkişaf edib. Düzgün cavab oldu B bəndə. Elektrotexnika Bakı, ipək parça Şəki, dağ mədən Daşkəsən. Azərbaycanda rekreasiya və turizm təsərrüfatının inkişafına şərait yaradan amillər. Azərbaycanda torpaqların məhsuldar olması, rütubətli yayın rekreasiya turizmlə bir əlaqəsi yoxdur. Təbii sərvətlərin bol olmasının rekreasiya turizmlə bir əlaqəsi yoxdur. Tarixi abidələr, sənayinin inkişafının mətləbə dəxli yoxdur. Landşaft iqlim, rekreasiya üçün yaxşı şərait yaradır. Tarixi abidələrdə yenə də turizmdə böyük əhəmiyyətə malikdir. Düzgün cavab oldu. Landşaft iqlim, tarixi abidələr cavab oldu D bəndində. Azərbaycanda istilik elektrik mərkəzləri yerləşdirilir. Yanacaq xammalı. İstilik elektrik mərkəzləri elektrik enerjisi ilə yanaşı, deməli, bunun isti suyundan da binaların qızdırılmasında, parniklərdə, şüşəbəndlərdə geniş şəkildə istifadə edilir. O görə tələbatın çox olduğu yerlərdə bu yerləşdirilir ki, bu iri şəhərlərə uyğun gəlir, binalara uyğun gəlir, şəhər ətrafı təsərrüfatın inkişaf etdiyi yerlərə uyğun gəlir. O görə də istilik elektrik mərkəzləri tələbat rayonlarında yerləşdirir ki, bu istilik elektrik mərkəzləri bizdə Bakıdadır, Sumqayıtdadır, Gəncədədir. Düzgün cavab tələbat rayonlarında B bəndi. Azərbaycanda yüngül sənaye sahələri geniş yayılsa da, bu sahəyə tələbatın ödənilməməsinin səbəbi Azərbaycanda yüngül sənayenin inkişaf edilmədiyi bir rayon yoxdur. Hər yerdə inkişaf edib, amma tələbat ödəmir. Ona görə ki, yüksək ixtisaslı kadrların azlığı, yüngül sənaye üçün yüksək ixtisaslı kadrlara ehtiyac yoxdur. İşçi qüvvəsinin çatışmaması fikri səhvdir. Bizdə işçi qüvvəsi kifayətləri var. Xammal idxalının baha başa gəlməsi, xammal idxal edilmir, səhv fikirdir, baha başa gəlmir. Sintetik ildiflər istehsalının olmaması, sintetik ildif bizdə kifayətlər var. Yerli istehsalda müasir texnika və texnologiyanın zəif tətbiq olunması, yüngül sənayenin hər yerdə olmasına baxmayaraq tələbatın ödənilməsinə imkan vermir.
Əsl səbəb də budur. Yerli istehsalda müasir texnolojinin zəif tətbiq olunması camiyə bəndi. Həkər çayının mənsəbinin yerləşdiyi İnzibat rayonuna aid olmayan xüsusiyyət, Həkər çayının mənsəbi Zəngilan rayonundadır. Yəni Zəngilan rayonuna aid olmayan xüsusiyyət. ABN-də ərazisində Araz Baltik İqtisadi Zonası Sənaye Parkı yaradılmışdır. Bu sənaye parkı deməli Cəbrayıl rayonundadır. Zəngilan rayonunda deyil, elə Zəngilan rayonuna aid olmayan cəhətdə Araz Baltik İqtisadi Zonasının burada yaradılması cavabı ABN-dir. İki İnzibat rayonunda həmsərhəddir. Düzgün Pişirdi Qubadlı ilə Cəbrayılla ilk dəfə ağıllı kənd layihəsi burada yetişmiş düzgündür. Vecnəli yataq qızıl ehtiyatına görə bəyənir. Zəngilanda düzgündür. İki xarici ölkə ilə Ermənistanla və İranla həmsərhəddir. Bura düzgün Pişirdi aid olmayan olduğu ərazisində Araz Baltik İqtisadi Zonasının yaradılmasıdır. Cavab ABN-dir. Ölkəmizdə neft və təbii qazın dünya bazarına çıxarılması ilə bağlı layihələrin həyata keçirilməsi səbəb olmuşdur. İqlim və təbii şəraitin dəyişməsi, bu iqlim və təbii şəraitə təsirləməsi səbəbdir. Azərbaycan qlobal nəqliyyat sisteminə qoşulması düzgün Pişirdi. Strateji mövqeyinin daha da möhkəmlənməsinə düzgün Pişirdi. Ölkəmizin dünya dövlətləri arasında siyasi çəkisinin artmasına düzgün Pişirdi. İşçi qüvvəsinin artıqlığının yaranmasına əksdə burada işçilər çalışır, işçi qüvvəsi, işsizliyi azaldan amildir bu. 6. İqtisadiyyatın xarici bazardan asılının olmamasına, xarici bazardan asılılıq bununla həll olunan məsələ deyil. Düzgün cavab oldu 2, 3, 4 cavab oldu D-bəndi. Ölkəmizin kimya sənayesində istifadə edilən yerli xammallar, dəniz suyu, torf bizdə yoxdur. Təbii kauçuk da yerli xammalı bizdə yoxdur. Bunun daş kömürümüz ümumiyyətlə yoxdur. B-bəndində, C-bəndində neft, təbii qaz, şürt, daş, duz kimya sənayesində istifadə edilən yerli xammallara aiddir. B-bəndə fosforit yoxumuzdur, daş kömürü yoxumuzdur, uran yoxumuzdur. Y-bəndində apatit qonu kömürümüz yoxdur. Düzgün cavab C-bəndi kimya sənayesində yerli xammal kimi istifadə olunur. Neftdən, qazdan, şürddən, daş duzdan. Cavab C-bəndi. Uğurlu müəyyən edin. Dağ mədən sırası inkişaf edilibdir. Dağ mədən sırası Daşkəsən rayonunda. Daşkəsən rayonunda burada verilibdir 2 ilə. A-ya gələcək 2. Sonra yodlu bromlu sular bu inkişaf edilibdir bizdə. Bunun müəssisəsi Neftçala burada verilib 1 ilə. B-yə gələcək 1. Müalicəvi neft naftalandı. Naftalan burada verilib 3 ilə. Deməli, müalicə neftə gələcək 3. Xalçaçılıq bizdə inkişaf edilib. Burada verilən Şamaxıdır. Şamaxıda verilib 4 ilə. Deməli, D-yə gələcək 4. Deməli, belə gəldi. 1-ə B, 2-yə A, 3-ə C, 4-ə də D cavab oldu B bəndində. Cədvəli və xətti sxemə əsasən doğru olanları müəyyən edin. Deməli, təbii xammal mənşə istifadə olunduğu təsərrüfat sahəti bir əhəngdaşın işarəsidir. Bu mərmərin işarəsidir. O yüzden 1 səhvdir. 2 daş tuz. 2 daş tuzun işarəsidir. Qeyri-filizli kimya sahəsində istifadə olunur. 2 düzgündür. 3 molibden filiz. 3 molibdendir. 3 xromitin işarəsidir. Səhvdir. O yüzden 4 xromit. 4 xromit diyor. 4 molibdenin işarəsidir. Səhvdir. O yüzden 5 qızıl. 5 qızıl Zəngilan rayonunda düzgündür. Demək düzgün oldu. 2 daş tuz. Qeyri-filizli kimya sahəsində istifadə olunur. Bir də 5 qızıldır. Filizli əlva-metalcide istifadə olunur. Düzgündür. Düzgün cavab oldu 2 ilə 5. Cavab sevəndi. Cədvələ əslən doğru olanları müəyyən edin. Kükürt. 1 kükürt, 1 kükürtdür, 1 mərmərdir. Səhvdir. 2 perlit. 2 perlit diyor, 2 daş tuzdur. O da səhvdir. 3 xromit. 3 xromit düzgündür. Xromit filizli qara metalcide istifadə olunur. Bu da düzgündür. 3 düzgün oldu. 4 travertin. 4 travertin diyor, molibdendir. Səhvdir. 5 qızıl filizli əlva-metalcide istifadə olunur. Düzgündür. Demək düzgün cavablar oldu. 3 xromit filizli qara metalcide istifadə olunur. 5 qızıldır filizli əlva-metalcide istifadə olunur. Düzgün cavab oldu. 3, 5 sevəndi. Azərbaycan sənayesinin strukturunun təkmilləşdirilməsi tələb edir.
Material tutumlu sahələrin üstü inkişafı, material tutumlu sahələri inkişaf etdirmək sənaye strukturunu yaxşılaşdırmasına kömək eləməz. Əmək tutumlu emal sənayesinin payını artırması lazımdır. Əhalinin işlə təmin etmək baxımından bu ciddi məsələdir. Müasir texnologiyanın tətbiqi vacib məsələdir, lazımdır. İdxal xammal əsaslarının yeni sənayesinin yüksək inkişafı, idxal xammalda bir iş görmək düzgün deyil. Yerli xammalın kompleks istifadəsi lazımdır. Sənaye strukturunun təşkiləşdirilməsi yerli xammaldan kompleks istifadə emalı tələb edir. Əmtəli yarımfabrikat ixracatının artırılmasını, hazır məhsul ixracatını artırmaq lazımdır. Düzgün bir şey deyil. Düzgün bəndlər oldu. 2, 3, 5 cavab oldu Y bəndində. Respublikamızda elektroenergetika sənayesində xas olan xüsusiyyətlər. Zəngin yanacaq enerji xammal bazası malikdir, düzgün bir şeydir. İdxal olunan xammal əsasları, yerli xammal əsasları bu səhvdir ki, İstilik və su elektrik stansiyaları əsas yer tutur. Bizdə əsas yeri ilə istilik və su elektrik stansiyaları tutur, düzgün bir şeydir. Tükənməyən qeyri-ənənəvi enerji mənbələrindən malikdir. Azərbaycan tükənməyən qeyri-ənənəvi enerji mənbələrindən küləklə günəşə malikdir, düzgündür. Enerji istehsalında su elektrik stansiyalarının payı daha çoxdur. Enerji istehsalında bizdə istilik elektrik stansiyalarının payı çoxdur. SESin payı çox deyil, səhvdir. Elektrik enerji istehsalının çoxu AES-lərin payına düşür. Azərbaycanda AES yoxdur. Düzgün fikirlər oldu. 1, 3, 4. Cavab oldu 1, 3, 4. Azərbaycanda metalurgiya sənayesinin inkişafı üçün xammal bazasına malik olan ərazilər, metalurgiyanın inkişafı üçün bizdə xammal var. Deməli, 5 il göstərən Balakən Zaqatalda polimetal yatağıdır. Sonra Daşkəsən rayonunda 6 ilə burada dəmir var, alümnit var və 2 ilə Şərurda da polimetal ehtiyatı var. 2, 5, 6 cavablar düzgündür. Burada metalurgiya sənayesinin inkişafı üçün xammal bazası var. Azərbaycan Respublikasının sənaye əhəmiyyətli filiz faydalı qazıntıları və onların yerləşdiyi yataqlar. Qızıl, Kəlbəcər düzgündür, mis filizi şəkil səhvdir, mis Quba yerində səhvdir, alümnit zəylik düzgündür, polimetal gümüşlü düzgündür, bentonit gil Qazaq, bentonit gil Qazaqda var, amma o sənaye əhəmiyyətli filiz faydalı qazıntı deyil. O görə səhvdir. Düzgün cavab oldu 1, 4, 5. Azərbaycan Respublikasında əmək tutumu təsərrüfat sahələrinin inkişaf etdirilməsi səbəb ola bilər. Əmək tutumu sahələri inkişaf etdirilərsə, emigrantların sayının artmasına, əksinə emigrantların sayı azalar. Təbii ehtiyatlardan kompleks istifadəyə şərait yaradar. Bu düzgün bir şeydir. Müsbət miqrasiya balansına, miqrasiya balansı köçüb gələn əhali ilə köçüb gedən əhalinin nisbəti, gələnlər çoxalar, miqrasiya balansı müsbət ola bilər. İşləmək üçün gələnlər düzgün bir şeydir. İxracatda hazır məhsulların artmasına düzgün bir şeydir. Əmək tutumu sahələrinin inkişaf etdirməklə biz daha hazır məhsulları daha çox ixrac edə bilərik, düzgün bir şeydir. Kənd təsərrüfatının təbii işlərin asılılığının artmasına, kənd təsərrüfatının təbii işlərin asılılığı bu yolla həll olunmur, səhv bir şeydir. Yarım fabrikat ixracatının artmasına hazır məhsul ixracatı artar, səhv bir şeydir bu. Düzgün cavab oldu 2, 3, 4. Azərbaycan Respublikasının əmək tutumu sənaye sahələrinin inkişaf etdirilməsi səbəb ola bilər. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə düzgün bir şeydir. İdxalda hazır sənaye məhsullarının artmasına, hazır sənaye məhsullarının çox xammal almaq daha sərfəlidir. Burada bu səhvdir. İxracatda xammal və yarım fabrikatların payının azalmasına xammal, yarım fabrikat satmalıq, hazır məhsul satarıq. Bu düzgün bir şeydir, payı azalar. Xarici nəqliyyat iqtisadi əlaqələrin zəifləməsinə, əksinə xarici nəqliyyat iqtisadi əlaqələr güclənər. Emigrantların sayının artmasına, emigrantın sayı artmaz, əksinə immigrantın sayı artar, işləmək üçün bizə gələrlər. Urbanizasiya səviyyəsinin yüksəlməsinə, sənaye, əmək tutumu sənaye sahələri şəhərdən işləyəcək, bu da urbanizasiya səviyyəsinin yüksəldəcək, doğru fikirdir. Deməli, düzgün bəndlər oldu 1, 3, 6. Xəritə sxemdə rəqəmləri əsasən filiz yataqlardan malik olan inzibati rayonlarımızın müəyyəni filiz var. Deməli, burada Şərurda 2 ilə verilib, Zəngilandır 6 ilə verilib, bir də Balakən rayonunda 1 ilə verilib. 1, 2, 6 düzgündür. Şərur 1 Balakən, 2 Şərur, 6 Zəngilan. 1, 2, 6 düzgün cavabdır. Quba 4 ilə verilib, Yardımda 5 ilə verilib, onlar səhvdir. Azərbaycan kimya sənayesinin
inşa etmesine təsir gösteren amiller Zəncir xammal bazası mövcuddur. Bizdə kimlisən üçün kifayətli xammal bazası var. Düzgündür. Meşə masiflərinin geniş yayılması. Meşə masiflərində bizdə kimyasal xammal kimi istifadə olunmur. Yollu bromlu mədən sularının bolluğu kimyasal üçün yaxşı xammaldır. Bentonik cil ehtiyatlarının olması, bentonik cildən metalcil istifadə olunur, kimyada istifadə olunmur. Tələbatın böyük olması kimyasalın inşa etməsində təsir göstərən əsas amillərdəndir. Düzgün məddələr oldu 1, 3, 5. Göydərə pək xromit yataqlarının yerləşdiyi inzibat rayonları var. Burada müəyyəni Göydərə yerləşir Kəlbəcərdə, İpək yerləşir Laçında. Cavab olacaq 1-2. Göydərə yerləşir Kəlbəcərdə, İpək yatağı yerləşir, xromit yatağı yerləşir Laçın rayonunda. Düz cavab 1-2. Zod və Bejnəli Qızıl yataqlarının yerləşdiyi inzibat rayonlarının var. Burada müəyyən Zod yerləşir Kəlbəcərdə 2, Bejnəli yerləşir Zəngilanda 3. Cavab olacaq 2 ilə 3. Zod yerləşir Kəlbəcərdə 2 ilə, Bejnəli yerləşir Zəngilan rayonunda, Zəngilanda burada verilib 3 ilə. 2-3 cavab. Azərbaycanda təsərrüfatın dinamik inkişafına səbəb ola bilər. Adam başına üçün əkələr yararlı torpaqların çoxdur. Bizdə adam başına üçün yararlı torpaqlar çox deyil. Hündürlük qurşaqları üzrə müxtəlif təsərrüfat sahələrinin inkişaf mümkünlüyü bu dinamik inkişafa səbəb ola bilər. Ayrı-ayrı ülkədə müxtəlif kənd məhsulları yetişdirmək olar. 3. Əmək ehtiyatları, əhalinin müxtəlif istehsal vərdişləri dinamik inkişafda rol oynaya bilər. Ölkə daxilində formalaşan su ehtiyatlarının bolluğu, ölkə daxilində formalaşan su ehtiyatları bizdə bol deyil. 5. İstehsalda ucuz yanacaq enerji təminatının mümkündür, bu mümkündür və təsərrüfatın dinamik inkişafına səbəb ola bilər. 5. Bütün ölkə ərazisində il boyu su varma ikinciliyi mümkündür, bütün ölkə ərazisində il boyu su varma ikinciliyi mümkün deyil, səhv fikirdir. Düzgün fikirlər oldu 2, 3, 5. Azərbaycan iqtisadiyyatının dinamik inkişafına məhdudiyyət yaradır. Adam başına üçün əkinə yararlı torpaqların azlığı, düzdür, biz adam başına üçün əkinə torpaq sahələri xeyli azdır. Kişi əmək ehtiyatlarının çatışmazlığı, kişi əmək ehtiyatları bizdə çatışır, bu dinamik inkişafa məhdudiyyət yarada bilməz. Yeni texnologiyanın təsərrüfat sahələri zəif tətbiqi dinamik inkişafa məhdudiyyət yarada bilər. 3 doğrudur. Aqronom və meşə ehtiyatlarla zəif təminat, aqronom ehtiyatlarla təminatının zəif deyil, səbti, emal edici sənaye müəssisələrinin regionlarda yerləşdirilməsi, bu da təsərrüfatın dinamik inkişafına məhdudiyyət yaratmaz. O yüzden düzgün cevap oldu. Ancak 1'de 3 adam başı üçün əkinə torpaqların azlığı, bir də yeni texnologiyanın təsərrüfat sahələrine zəif tətbiqi 1-3. Azərbaycan Respublikasında qara metalurgiya sənayesinin kimya sənayesindən fərqli xüsusiyyətləri. Qara metalurgiyanın kimyadan. Xammal ehtiyatları əslində Respublikamızın şərq rayonlarında cəmlənmişdir. Qara metalurgiyanın xammalı bizdə şərqdə düzgün, xammalı bunun qərdədir, səbtir. İstehsal prosesində lazım olan yanacaq ehtiyatı Respublikamızda yoxdur. Qara metalurgiya üçün bizdə yanacaq, daş kömür lazımdır, bu ehtiyat yoxdur, bu düzgün fikirdir. İstehsal prosesində biotonik cilindən istifadə olunur, qara metalurgiya biotonik cildən istifadə olunur, bu da düzgündür. Kimya sənayesində biotonik cildən istifadə olunmur. 4. Xammal ehtiyatları əslində Respublikamızın qərb rayonlarında cəmləşdir. Bu da doğrudur. Qara metalurgiya xammalı bizdə əsasən Azərbaycanın qərbində xüsusilə daş keçəndədir. 4 düzgün fikirdir. 5. Əsas xammal bazarı neft sənayesinin tullantıları təşkil edir. Neft sənayesinin tullantılarından kimya sənayesi xammal kimi istifadə edə bilər. Səhv fikirdir. Məhsullarından kənd təsərrüfatında geniş istifadə olunur. Qara metalurgiya məhsullarından kənd təsərrüfatında maşın qarmada istifadə olunur. Kənd təsərrüfatında istifadə olunmur. Səhvdir. Düzgün fikirlər oldu 2, 3, 4. Respublikamızın yanacaq energetika sənaye kompleksi üçün səciyyəvi olmayan əlamətlər. Tükənməyən ekoloji təmiz resurslara malikdir. Azərbaycan həqiqətən tükənməyən ekoloji təmiz ehtiyatlara malikdir. Bu səciyyəvi xüsusiyyətdir, götürməyəcək. Elektrik enerjisi istehsalında seçkilərin payı üstündür. Seçim payı üstündür, ES'in payı üstündür. Bu səciyyəvi olmayan xüsusiyyətli götürəcək. Yanacaq energetika balansında neft və təbii qazın payı böyükdür, düzgün fikirdir, götürməyəcək. Daha çox ithal xammaldansıdır, daha çox ithal xammaldansıdır, yerli xammaldansıdır. Bu səciyyəvi olmayan cəhətli götürəcək. ES'lər əslən tələbat rayonlarında yerləşdir. ES'lər
Dünyanın hər yerində tələbat ramondan deyilir ki, bu səciyyəvi olan xüsusiyyətli seslərin içində təbii amillərin rolu nəzərə alınmır. Seslərin içində təbii amillərin rolu nəzərə alınmalıdır. Bu da səciyyəvi olmayan cəhətdir. Düzgün fikir oldu. 2, 4, 6. Uyğunluq müəyyən. Alüminium istehsalının mərhələləri və müvafiq mərkəzlər. Alüminium hasılatı bizdə həyata keçirilir zəiflikdə, yəni 1-ə gələcək B. Alüminium istehsalı bizdə həyata keçirilir Sumqayıtda 1-ə B, 2-A. 1'e B, 2A. Uyğunluq müəyyən qara meteoroloji istehsalının mərhələləri, müvafiq mərkəzlər. Filiz çıxarma həyata keçirilir Daşkəsəndə. Filizin saflaşdırması həyata keçirilir Quşçuda. Boru prokat istehsalı bizdə Sumqayıtda. Deməli 1'ə gəldi B, 2'ə gəldi D, 3'ə gəldi A. Uyğunluq müəyyən Azərbaycanda bir yüngül sənaye, 2 ağır sənaye. Kətan parça istehsal edən müəssisələr bu yüngül sənaye müəssisələridir. A gələcək 1'ə. Kənd tərəfədən maşın qarması müəssisələri bu ağır sənayenin işidir. B gələcək 2'ə. Dağ mədən sənəti müəssisələri bu da ağır sənaye müəssisələrinə aiddir. Pambıq təmizləmə müəssisələri yüngül sənaye müəssisələrinə aiddir. Şəkər qida sənayesinə aid, yeni sənayesinə aiddir. Bunlar heç birinə aid deyil. Deməli 1'ə gəldi A, D, 2'ə gəldi B, C. Uyğunluq müəyyən Azərbaycanda qida sənayesi, yüngül sənaye, pambıq təmizləmə bu aiddir yüngül sənaye, şəkər istehsalı aiddir qida sənayesinə, qənnadı istehsalı aiddir qida sənayesinə, kənd tərəfə maşınları bu ağır sənayedir. Burada ağır sənaye verilmir. Kətan parça istehsalı. Azərbaycanda kətan yetişdirilmir. Şirkətlər gətirib ondan Azərbaycanda istifadə edilir. Gətirilmiş parçadan istifadə edilir. Bu deməli yüngül sənayenin sayəsində, amma bizdə istehsalı yoxdur. Deməli 1'ə gəldi B, C, 2'ə gəldi A. Uyğunluq müəyyən davamlı inkişaf modeli, iqtisadi, sosial, ekoloji, bir də ki xüsusiyyətləri, neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi bu ekoloji problemi həll edir. Deməli, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaratması, sosial problemlər həll olunur. B gələcək 2'yə. C. Qeyri-neft sektorunun inkişaf etdirilməsi bu iqtisadi problemi həll edəcək. C gələcək 1'ə. D. Şür arazida şuranlaşmış torpaqların yuyulması bu ekoloji problemi həll edəcək. D gələcək 3'ə. Emal sənayesinin payında artırması da bu iqtisadi problemi həll edəcək. Deməli 1'ə gəldi S ilə E, 2'ə gəldi B, 3'ə də gəldi A. Bununla da uşaqlar Azərbaycan sənayesi testləri bu qədər. Növbət testi olacaq Azərbaycanın kənd təsərrüfatı 120 dənə test olacaq. Bu qədər.